Bismillah, elhamdülillah, və salatu və selamu ala Rasulillahi və ala alihi və sahbihi əcma'in, əmmə ba'd. Deməli, Ramazan ayı ilə bağlı bəzi məsələləri götürək, bizim üçün faydalı olsun deyə, Ramazanı gözəl keçirək deyə, bəzi xatırlatmalar lazımdır. Keçən dərs bəzi faydaları götürdük. Bugün inşallah davam edək, bu məsələni bitirək inşallah. Deməli, növbəti faydalardan Ramazan ayı ilə bağlı qənimətlərdən istifadə edək deyə, Allahı zikr eləmək, qardaşlar. Ramazan ayında ən gözəl ibadətlərdən biri Allah'a çox zikr eləməkdir. Zaten bu ibadətlər hər an lazımdır. Lakin elə mövsümlər, elə bir vaxtlar, zamanlar var ki, qardaşlar, orada daha çox olmalı. Ne ibadətlər daha kamil olsun deyə, o günün, o ayın, o mövsümün fəzilətinə görə həmən gün edilən ibadətlər də fəzilətli olur, üstün olur, savabı daha çox olur. Və həmçinin bilirsən, günahlar da elədir. Adi vaxtda edilən günahlarla bu xeyir bərəkət aylarında edilən günahlar eyni deyil. Ona görə ki, insan savabların çoxalmağını istəyirsə bu xeyirli mövsümlərdə, həmçinin günahların şiddətindən də qorxsun. Çünki o mövsümlərdə edilən günahlar daha şiddətlidir, Allah qorusun, əzabı daha şiddətli ola bilər, pis aqibət ola bilər. Deməli, Allahı zikr eləmək, qardaşlar. Allahı zikr eləmək qəlblərin həyatıdır. Qəlbin təmizliyidir, qəlbi paklaşdırar. İnsana rahatçılıq verir. Necə ki, Allah da kitabında buyurur, Ələ bi zikrillahi tatmainnul qulub. Bilin ki, qəlblər Allah'a zikr eləməklə rahatçılıq tapar. Vallahi belədir, qardaş. Öz həyatında bir dənə yoxla. Bir qəm, qüssə, kədər olanda Allah'a zikr etməyə yönəl. Bir problemin olanda Allah'a zikrə yönəl. Görəcəksən ki, vallahi qəlbin rahatlanır. Rahatlıq tapırsan, dincəlirsən. İnsan bəzən görürsən, rahatçılıq başqa şeydə axtarır. Dərd, müsibət gələndə. Kimisi siqaretə yönəlir, siqaret çəkir, dayanmadı. Kimisi içki içir, kimisi dözmür, intihara gedir. Subhanallah, bu əzəmətli ayədən xəbərlər yox. Allahın kitabından xəbərləri olsaydı, Allahın dinindən xəbərləri olsaydı, onlar bilərdilər ki, qəlblər Allah'a zikr etməklə vallahi rahatsızlıq tapar. Bunu da kimlər hiss edirlər? Qardaş, imanın şirinliğini dadanlar. Allahın dinini yaşayanlar, Allah sevənlər, Allahdan qorxanlar, Allah'a ümid bəsləyənlər, bax, bu şeyləri başa düşürlər. Lakin çox heyflər olsun ki, nə qədər insanlar var ki, bax, bu tür həqiqətdən uzaqdırlar. Allah onlara hidayət versin, islah edəsin. Deməli, qardaşlar, Allah'a zikr eləmək rəhməni razı salar, şeytanı uzaqlaşdırar, insandan qovar, həmçinin günahları silər və qiyamət gündə onlar həmişə öndə olanlardan olarlar. Biləcək ki, Allah zikr edilir qiyamət günü hamının önündə olacaqlar və Allah Taala onları müjdələyir. Nicat tapmaqlar, necə ki, Allah kitabında buyurur, وَذْكُرُوا كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ. Allah'ı çoxlu zikr edin ki, nicat tapasınız. Gördün nə dedi Allah Teala? Demədi Allah'a zikr edin ki, nicat tapasınız. Dedi Allah'a çoxlu zikr edin ki, nicat tapasınız. Lakin münafiqlərin halı necədir? Onlar namaza tənbəhliklə qalxarlar və Allah'a çox az zikr edərlər. Niyə az zikr gəlib orada? Çünki görsənsin ki, mən də zikr edənlərdənəm, mən də müsəlmanam. Münafiq gizlədir axı imanını. Namaza qalxan tənbəhliklə qalxar, can dərdi qalxar. Əlacı olsa gəlməz. Həmçinin Allah'a az zikr edir. Niyə insanlar yanında belə öz aləmində zikr edir? Qoy desənlər ki, mən də müsəlmanam. Lakin mömin insan gəlir Allah'a çoxlu zikr eləsin. Xüsusən bu mövsümdə, bu xeyirli bərəkət ayında. Həmçinin başqa bir ayda Allah Teala buyurur ki, Allah'ı çoxlu zikr edən kişilər və qadınlar üçün Allah Teala məğfirət və əzəmətli bir savab, mükafat hazırlanmışdır, vəd etmişdir. Kimlərə vəd edib Allah Teala o böyük mükafatları, məğfirəti, bağışlamağı kimə vəd edib? Allah'a çoxlu zikr edən mömin kişiləri və qadınları. Ona görə Allah'a zikr etmək, yəni Allah'a çoxlu zikr etmək lazımdır. Və zikirlərin növləri çoxdur, bilirsən. Məsələn, namazdan sonraki zikirlər, səhər axşam zikirləri. Bəzi insanlar var, Allah sayesinde namazdan sonraki zikri belə eləmir. Subhanallah, qardaş. Fikir verərsən, görürsən, namaz qılınan kim aradan çıxır? Subhanallah, 5 dəqiqə otur, Allah'a zikr elə. Nə qədər vaxtından gedəcək? Tələsirsən, eybi yox. Qısa olanlar elə, məsələn, o bilirsən də namazdan sonra 33 dəfə Subhanallah, Elhamdülillah, Allahu Ekber gəlib də bu zikirlər. Bunun 10 variantı da gəlib. Şeyh Alban deyir ki, bu kimlər üçün kişi var, tələsir gözləyəni var, 10 dəfə elə. 10 dəfə Subhanallah deyir, 10 dəfə Elhamdülillah, 10 dəfə Allahu Ekber deyir, çıx get də məsələn. Amma tələsir namaz qutaran kimi qaçır və görürsən cümə namazında çox görürsən, nə belə şeylər. Mən fikir vermişsin yoxsa yox. Cümə namazı qılan kimi hamı qalxır, məsciddən birdən millət çıxmağa başlayır. Sözdə olan hamısı birdən ayağa qalxır. 5 dəqiqə səbr elə. Sən elə qalxanda zikr edənlərə mane olursan. Gəlib başın üstündən keçir, yandan keçir, sənə dəyər toxunur. Qardaş, hara tələssin? Belə tələsmək hansı əməllərdə olmalı? Salih əməllərdə. Bu dünyası üçün günüzə tələsir. Amma namazı da axırda gəlir. Subhanallah.
Axırda gəlir tez aradan çıxır. Qardaş, 5 dəqiqə zikr elə, səbr elə. Sən Allahı zikr edirsən. Səni yaşadan, sənə həyat verən, səni roziləndirən, səni tanıtdıran Allahdır. Qardaş, 5 dəqiqə artıq zikr etməklə nə olacaq? Allah 5 dəqiqə gecikdə. Kimisə görüşünə 5 dəqiqə gecikək nə olmaz. O biləcək ki, sən namazdasan, o da alışacaq. Necə, hə, qardaş cümə namazında olur. Ona görə gecikir. Bundan sonra vaxtını sənə görə ayarlayacaq ki, qardaşın namazı var, ibadəti var, s. Bu şeylərə diqqət eləmək, fikir vermək lazım, gözəl qardaşlarım. Deməli, bu ayda, bu mövsümdə bütün vaxtlardan istifadə etmək lazımdır. Allah zikr etməklə, Allahı xatırlamaqla və ən böyük zikirlərdən biri də Allah Rəsulunun ən çox sevdiyi zikirlərdən biri Subhanallah, vəlhamdülillah, və la ilahe illallah, vallahu akbar. Cənnətdəki əkinlərin sayını çoxaltmaq istəsə, bax bu zikr elə. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, günəşin üzərində doğduğu hər bir şeydən bu kəlmələr mənə daha sevirlidir. Yəni, dünya və içindəkilərdən xeyirlidir bu zikr Allah Rəsulü. Çox sevirlidir. Subhanallah, vəlhamdülillah, və la ilahe illallah, vallahu akbar. Və ya 100 dəfə la ilahe illallah denən, Subhanallah denən. Zikirlər elə qardaş. Yol gedirsən, indi buradan məsələn harama gedirsən, düzdürmü? Namazlara gedirsən də. Bir 10-15-20 dəqiqə məsafə var qardaş. Zikr elə get. Və ya çox vaxt tıxacda qalırıq, Bakıda olanda qardaş. Tıxacda əsəbləşib qarşı tərəfi təhqir edincə, bəzi insanlarda var, dözmür də. Və ya əsəbləşib kimləri təhqir edir, bu nə tıxacda və s. və səbəbkarları. Qardaşım zikr elə də. Başqa bu qədər zikr etmək olsa vaxtımız olmayacaq. Tıxacdasan, deyilən la ilahe illallah. 100 dəfə deyilən. Deyilən subhanallah. Vallahi bu daha xeyirdən ki, qabaqda əsəbləşib kimis haqqına girməkdənsin. Və ya Qurandan hifzin varsa, əzbərin varsa, təkrarla. Vallahi nə qədər hafiz insanlar var ki, vallahi yəni öz vaxtlarını bax belə istifadə edirlər. Bilir ki, başqa vaxt məsələn oturub bir düz təkrarlaya bilmədi, iş güz var, ailə var. Yol gedir qardaşım, oturur hizbini, düzbünü və ya düzünü məsələn təkrarlayır qardaş. Və ya gündəlik zikirləri vardı, bilirsən səhər axşam zikirləri. Qardaşım, tıxacda gedə zikir. Ha biz məsələn bəzi insanlar var indi, Allah bizə islah eləsin. Elə əsəbləşik kimis haqqına giririk problem. Ondan sonra Allah'a zikr elə, qoy qəlbin rahat olsun. Həm də alışasan. Həmçinin bu günlərdə ən çox edilən ibadətlərdən biri dua, qardaşım. Çoxlu dua eləmək, fürsətdir. Ən əzəmətli ibadətdir. Allaha ən sevimli ibadətdir. Ən hörmətli ibadətdir dua etmək. Vallahi bütün xeyirləri cəm edib mənim qardaşım, biləsən dua. Mutarrif ibn Şəxir, Allah ona rəhmət eləsin, sələfin böyük imamlardan olur. Deyir ki, mən xeyirləri özündə cəm edən bir şey haqqında düşündüm. Görüm o nədir ki? Yəni, xeyirlərin hamısı özündə cəm edib. Baxdım, gördüm xeyirlər çoxdur. Namaz xeyirdir, oruc, sədəqə xeyirdir. Və gördüm ki, bunlar hamısı Allahın əlindədir və bunu sən Allahdan yalnız istəyərək ala bilərsən və o da verəcək. Və o zaman bildim ki, bütün xeyirlərin cəm, əsası nədir? Duadır. Sən Allahın əlində olanı başqa cür Allahdan ala bilərsən, qardaşım. Bax, nə qədər xeyirlər var. Dünya və axirət xeyirlər. Hamısı kimdədir? Allahdan. Sən bunu Allahdan necə ala bilərsən, qardaşım? Allaha aciz qoyan kimsə var? Heç cür Allahdan ala bilməzsən. Allahı məğlub edə bilərik? Yox, qardaş. Necə ala bilərsən? Yalvararaq, istəyərək. Nə qədər ehtiyaclarımız var? Dünya və axirət ehtiyacları. Qardaşım, kimin əlindədir? Allah. Və vallahi biz bunu Allahdan yalnız istəyərək ala bilərik, başqa cür bacarmarıq. Və o zaman bildim ki, bütün xeyirlərin əsası cəmiyyəti hamısı deyir, duadadır və əzəmətli ibadətdir. Və Allah-u Teala qəzəblənər bəndə sonra dua eləməyəndə. Çünki bu kibirin, təkəbbürlüğün əlamətidir. Yəni sən bu qədər özündən razısan, bütün xeyirləri özündən görürsən ki, sən Allaha möhtac deyilsən. Yəni hamısı sən əldə eləmirsən, sən qazanmırsan. O səbəbləri hamısı sənə verən Allahdır, zəkadır, bacarıqdır, qüdrətdir, fərasətdir. Bunu kim verib, qardaşım? Allah verib də, qardaş. Allah səni müvəffəq edir də bu xeyirləri əldə etmək üçün. İnsan gəlir özündən heç nə görməz. Vallahi nə qədər fərasətli, nə qədər ağıllı, zəkalı insanlar var ki, bugün sənin, mənim əldə etmədiyimiz xeyirlər hamısından məhrum. Dünya və axirət xeyir. Hətta dünyasından belə. O çöldə bəzən görərsən zibilliklərdən yığanlar var. İndi müəyyən onların həyat tərzi elədir də, məsələn, qurşadır, məsələn, içkiyə və s. Belə deyək də, bizə nədir azımdır ona? Alkaş deyil, alkoholik deyirlər, nədir belə? İçki düşkünlük də qardaş. Diplomlu adamlar var, heç nə qardaş. Sadəcə olaraq niyə o günə düşüb qardaş? İçki aldəçisi olub qardaş. Və ya narkomanların arasında qardaş. O qədər ali savadlı insanlar var qardaş. Səndən məndən də savadlıdır. O narkotika qurşanmasa səndən məndən də fərasətlidir, bacarıqlıdır. Amma bədbəxt gündədir qardaş, nə qədər xeyirlərdə məhrum olur. Deməli, insanda olanla deyil. Əgər sən öz fərasətivə, gücüvə, qüdrətivə qardaşım, elmə güvənmirsən də. Bunlar səbəb də Allah verir. Sən bu səbəblərdən tutub Allaha pənah aparırsan. Allahdan yardım, müvəffəqiyyət istəyirsən, Allah yönəldir.
İnsan özündən görəndə, qardaş, Allah onu başlı-başına bırasa, həlak oldu. Deyir ki, o insanlar kimi. Kim özündən görürsə, Allah onu tərk edir, özünə bıraxır. Görüm, hara kimi gedəcək Müslüman. Ona görə bu xeyirlər hamısı Allahın əlindədir, xeyir, bərəkət. Bunu da yalnız biz Allahdan istəyərək ala bilərik. Bir hədisdə də keçir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah deyir, ondan istəməyəndə qəzəblənər. Yəni, sən Allahdan da deyil, kimdən istəyəcəksən, qardaşım? Və çoxlu dua etmək, Allaha yönəlmək lazımdır və biləsən, vallahi, nə qədər problem olursa olsun, necə ki, gəlir alimlərin dilində, deyir, qapını nə qədər çox döyərsənsə, o zaman qapı sənin üzvə açılar. Bir-iki dəfə döyməklə qapı açılmayacaq. Deməli, çox mütəmadi yalvararaq Allahdan istəmək lazımdır ki, Allah-u Teala sənə istədiyini versin. Vallahi, qardaşlar, bax, səmimi deyirəm. Elə bir yalvarışla, elə bir sınmaqla, qəlb sınıntısı ilə Allaha yaxınlaşarsan, Allahım, Allahım, ya Rabbim, ağlayaraq, yalvararaq deyərsən, vallahi Allah Teala verər. Onu hər kəs öz həyatında təcrübədən keçirə bilər. Bir var belə normal halda Allahım, ya Rabbim, ehtiyacım var. Bir də var, bunu sən haykıraraq, belə deyək, yalvararaq, göz yaşı tökərək, Allah qarşı özü sındıraraq bir üzə versən, bir qul olaraq, Allahın qulu olaraq, vallahi xeyir qapısı açılacaq, Allah icabət edəcək. Çünki Allah da bax, bu cür yalvarışları sevər, bu cür duanı sevər, bu cür formada sevər. Yalvararaq, istəyərək, ağlayaraq, sızlayaraq istə, Allah Teala sənə icabət edəcək. Həmsinin ayədə keçir, Allah Teala gör nə deyir, وَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَإِنِّي قَرِيبٌ. Qullarım məni səndən soruşduqlarca mən onlara yaxınam. Ucibu da'vətə da'i izə da'an. Dua etdiyi zaman dua edənin duasına cavab verirəm. Həmçinin hədisdə keçir ki, 3 insan var ki, onların duası geri çevrilməz. Onlardan biri kimdir? Oruçdan iftar edənə qədər adil imam və məzlumun duası. Bu 3 duanı Allah geri çevirmir. Və biz də bugün, bax, əlhəmd oruç tutanlardan, İftara qədər qardaş dua elə. Vaxt tapdın, asuda vaxt deyək ki, Quran oxudun, biraz yoruldun, duaya yönəl. Şərt deyil, əllərimi qaldırasan. Şərt deyil. Elə əllərimi qaldırmadan da Allah həmd edərək, sana edərək, Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirərək Allaha dua eləməyə başla. İnşallah cavab gələcək. Çünki oruclusan, açsan, ehtiyac əhlisən. Daim Allaha möhtacım. Allah Teala cavab verəcək. Həmçinin digər hədisdə Allah Resulü buyurur sallallahu aleyhi və səlləm, Ramazanda hər gündüzü və gecəsində Allahın cəhənnəm odunu azad etdiyi qulları vardır və onların hər birinin də müstəcəb duası var. Yəni Allah biz onlardan eləsən ki, cəhənnəm odundan qurtulanlardanıqsa, beləsən ki, sənin hər gün, bax, yəni Allahın hər gün azad etdiyi qulları var, Ramazan gündüzü və gecəsində cəhənnəm odundan qurtardığı. Onların da qurtuluşa çatanların müstəcəb duası var. Allah bizi onlardan eləsin. Onun görə fürsətdən istifadə edirsən, dua elə. Bəlkə onlardan biri sənsən, qardaşım. Ha? Bəlkə sənsən, bəlkə mənəm. Dua edək ki, Allah cavab verəcək. Müstəcəb duadır, Allah inşallah icabət edəcək. Ona görə oruçdan Allah yalvararaq dua etməli, bu vaxtlardan istifadə etməlidir. Səcdəsində, təravih namazlarında, gecənin son 3-də birində, azan iqamə arasında dua etməyi, qardaşım, unutma. Həmçinin Ramazan ayı sədəqə vermək, xərcləmək üçün fürsətdir. Bu ayda ən çox edilən ibadətlərdən biri elə sədəqə verməkdir. Allah üçün xərcləməkdir. Gərək hər bir müsəlman kişi səxavətli olmalı. Xəsislik kimin əlamətlərindəndir? Münafiqlərin. وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Kim nəfsinin tamahından qorunarsa, bax onlar nicat tapanlardan. Deməli, xəsis insan, qardaşım, nicat tapmayacaq. Allahın verdiyindən xərcləmək lazım. Allah Teala bizə verdikləri bu nemətlər var, bu ruzi və s. Pul, var, dövlət. Bu təhcə özümüz üçün deyil, yəni özümü xərcləməyim üçün deyil. Həmçinin digərlər üçün də xərcləməlisən. İndi Allah Teala hamıya vermir. Kimisini qaldırır, kimisini alçaldır, aşağı salır, kimisini roziləndirir, kimisini kasıb edir. Qardaş, sənə artıq ruzi veribsə, sənə verilmiş ruzidən başqalarına mütləq xərcləməlisən. Qardaş, bu borcdur, biləsən, bu haqdır. Hədisdə keçir, xərclə ki, sənə xərclənsin, necə Peyğəmbər sallallahu aleyhi və səlləm. Sən xərclə ki, sənə də xərclənsin. Ona görə bu ayda səxavətli olmaq lazımdır və Peyğəmbər sallallahu aleyhi və səlləm də ən səxavətli insan idi və xüsusən Ramazanda Cəbrail əleyhissalamla qarşılaşanda daha çox səxavətli olardı və biz də özümüzü
onun ümmətindən hesab ediriksə, Muhammediyiksə qardaşım, o zaman onu özümüzə örnək götürməliyik. Və onun kimi olmasaq da, ən azından ona oxşamaq lazım. Səxavətli olmaq, Allah yolunda xərcləmək şərt deyil, hamısını xərcləyəsən, qardaşım. Xərclə 1 manat, 2 manat, 5 manat xərclə. Xüsusən bax bu vaxtda görsən, elanlar paylaşır xəstələr üçün, fəqirlər üçün, düzdürmü? İndi şu an indi belə deyək də, biraz rahatçılıq var. Əlbəl verə bilməsən də kartla göndərə bilirsən, o kart sisteminin bəzi faydaları var ki, belə göndərə bilirsən də. Və yolda məsələn gedəndə, görsən, işçilər var da, Bangladeşlər və s. Pakistanın, fəqirli, fuqaradır da, qardaş. 1 manat, 1 quran pulun desə, 1 riyal, 2 riyal, 5 riyal nəyə bacarır, nəyə oteldə xidmətçilər var, nə də güclü maaş almırlar. O belə xeyirxah işlər görmək lazım sabah, Ramazan ayında. Əbu Bəkrətə bin Əbi Məryəm deyir ki, şeyxlərimizdən belə eşitdik. Onlar Ramazan ayı daxil olduğu zaman deyir, belə deyərdilər. Təmizləyən ay gəldi, insanı paklaşdıran, təmizləyən ay gəldi və deyərdilər ki, bu ayda nəfəqələri çoxaldın, sədəqələri çoxaldın. Çünki bu ayda verilən sədəqələr cihadda xərclənən sədəqələr qədər artıqlaması ilə savabı verilər. Cihadda sədəqə vermək fəzilət daxil, çox əfzəl bir əməldir, üstün bir əməldir. Kiminsə minihi ilə, kiminsə silahı ilə, kiminsə ailəsini təmin edirsən, düzdürmü? Çox əzəmətli mükafatı var. Deyir, necə ki, əzəmətli də artıqlaması ilə mükafatı verilir. Deyir, Ramazanda verilən sədəqələrin mükafatı da bax, belə artıqlaması ilə veriləcəkdir. Ona görə sədəqələri çoxaldır. Həmçinin Zuhri, Allah ona rəhmət eləsin, deyir ki, Ramazan daxil olduğu zaman, deyərdi ki, bu ay Quran tilavəti və yedizdirib içizdirmək ayıdır. Yəni, iftar sürələri açırsan, təxtə 10-15-50 nəfərə, bir nəfərə də iftar sürəsi versən, gezdirsən, xeyir və bərəkətdir. Və həmçinin insanı pis xəstəliklərdən, pis aqibətdən qoruyar. Bəli. Necə ki, hədisdə keçir, nə deyir Allah Rəsulü qadınlara? Ey qadınlar toplusu, sədəqələri çoxaldı. Niyə deyir? Çünki cəhənnəm əksəriyyəti kimlərdir? Deyir, qadınlardır. Şeyx Hüseymin bilirsən nədir bu hədisin şərhində? Deyəndə ki, sədəqələri çoxaldı, ey qadınlar toplusu. Deyir ki, bu sədəqə verməkdir, pis aqibətdən qorur insan. Və onun sonluğunu gözəl edir. Niyə deyir sədəqəni çoxaldı? Çünki qadınların, əksər qadınların halı pis daxı. Cəhənnəm əhlinin əksəriyyəti kimdir qadınlar? Pis aqibətli yoxsa yox? Pis sonluqda yoxsa yox? Orada necə gözəl fayda çıxardı? Deyir ki, sədəqə insanı pis sonluqdan qoruyur, subhanallah. Pis ölümdən qoruyur. Sonluğunu deyir, gözəl edir. Ona görə sədəqə verilməyi lazım, çoxaltmaq lazım. Nəyə bacarsan ver. Şərt dedim ki, çox olsa. Bu 1 manat olsa. Qardaş, 1 manat verməyə də imkan yox. Hətta kasıb insan belə. Vallahi deməsən mən kasıbam. Qardaş, demə kasıbam. Elə mənim özümə sədəqə düşür. Belə sən də yox, 50 qəpik ver. Qardaş, problem sədəqə sədəqədir də. Düzdür yoxsa yox, 50 qəpik ver. 1 manat ver. Bilmək olmaz, o 1 manatın 50 qəpiyin qiyamət gününə boyda olacaq. Nədir Allah Rəsulü sallallahu aleyhi və səlləm? Deyir ki, kim halal qazancından xurmanın dəyəri qədər olsa da sədəqə verərsə, bir xurma nədir ki, balaca bir yiyib, xurma göstərin balaca. Qarış, nədir ki o? 10 quruş da, 10 qəpik olar olmaz. Deyir, kim öz halal qazancını xurmanın dəyəri qədər sədəqə verərsə və Allah yalnız pak olanı qəbul edir, deməli, haram puldan sədəqə olmur. Nə qədər özləri desələr də, təsəlli olsa da. Bu haram yolla qazananlar var, bəzən sədəqə verir, hələ bunu bir afişada edir, yayır, göstərir orada, burada, ekranlarda və s. Haram puldan Allah da Allah qədər sədəqəni qəbul edir. Çünki Allah pakdır, gözəldir, yalnız pak və gözəl olan şeyləri qəbul edir. Deməlidir ki, Allah Rəsulü kimdir halal qazancından xurmanın dəyəri qədər olsa sədəqə verərsə, Allah da gözəldir, pakdır, yalnız pak olanı qəbul edir. Allah onu sağ əli ilə götürər və sizlərdən biriniz öz dayıçası, yəni balaca atını bəsləyib böyütdüyü kimi Allah onun sədəqəsini dağı boyda eləyər. Deməli, nəyə qayıdır məsələ? Niyyətə, ixlasa, səmimiyyətə. Deyirsən, ya Rabbim, sən nə şahidsən ki, məndə olanı budur. Bundan çıxardırsan. Adam var çoxdur, çoxundan çıxardır. Adam var azından çıxardır. Və bilərsən, azından çıxardan ola bilər ki, çoxundan çıxardan daha çox savab qazansın. Bizə rivayətdə gəlir. Deyir ki, rivayətdə Allah Resulü sallallahu aleyhi ve sellem deyir, bir dirhəm deyir, 1000 dirhəmi keçdi. Deyirlər, necə Allahın Resulü? Deyir ki, bunun 2 dirhəmi var idi, birini Allah yoluna sədəqə verdi. Onun deyir, çoxuydu, çoxundan verdi. Adam məsələn 100 minləri var, oradan 100 manat çıxartmaq, 1000 manat çıxartmaq belə bana rahatdır da, nə itirdin ki, nə azaldı ki? Hiss elədin, yox qardaş, 100 mindən 1000 versən, pərvizət hiss eləyərsən qardaş. Və deyəsən, həmən pul da azalmıyor. Amin deyim, sənin 2 manatın var ya, 5 manatın var. Bugün sən 5 manat qazanmısan, bu ailəyə nə ala bilərəm 5 manata? Bir dənə çörək alaram, 1 kilo kartoşka.
Xanım pişir yeyək. Onun 2 manatını xərcləyirsən. Buna hünər lazım. Buna mərdlik lazım. Buna hər adam bacarmaz. Görsən niyyətə deyir ki, eyb yox. Varım da əlhamdülillah. 5 manat var. Oradan sədəqə çıxardacaq. Deməli sən baxma, məndə azdır. Filan kətə çoxdur. Mən verməsəm də olaraq, o çoxdur verməlidir. Elə şey yoxdur qardaş. O verməlidir, o məsuliyyətidir. Sən özündə olandan çıxart. 1 manatı 50 qəpik ver, 10 qəpik ver qardaş. Amma çıxart, qoy səndən də çıxsın. Niyə görə? Çünki sədəqə verən insanın sədəqəsi qiyamət onun üçün nə olacaq? Kölgələnəcək o kölgəsi, sədəqənin kölgəsi altında. Gizlində verirsə Allah bir yaxşı. Qiyamət günü Allahın ərşinin kölgəsində kölgələnən sinifdən biri kimdir qardaş? O insanlardan biri kimdir? Gizlində sədəqə verən deyilmi? Sağ əlinə verdi, sonra xəbər yox. Və xüsusən gizlində verilən sədəqələr daha gözəldir və biləsən. Ümumiyyətlə, gizlində edilən salih əməllər daha yaxşıdır, ixlasa daha yaxın. Ona görə sələflərin bir sözü var. Deyirlər ki, sənin gizlində etdiyin salih əməllərin aşkarda etdiklərindən qoysaq olsun. İndi aşkarda rahatamı gördü, biraz tərif aldın, biraz maşallah dedilər, biraz həvəsləndi. İndi olur da kimisə yanında Allah qorusun. Gələ bilər, hamıya riya gələ bilər də. Və yaxud da çox riyakarlıq deyil. Belə eləyir də, aşkarda eləyir. Lakin gizlində etdiklərin daha çox olsun. Allah, gör sözə bax. Söhbət nədən gedir? Nafilə ibadətlərindən. Fərzi aşkarda eləməlisən, bildirməlisən və insanları buna dəvət etməlisən, həmçinin nafilələr. Lakin gizlinə gələndə nafiləni daha çox gizlin edirsən, insanlara bildirmirsən. O deyir nafilə ibadətləri, yəni o aməlləri gizlində daha çox olur və salih əməllər. Gizlində daha çox olmalıdır. Həmçinin sədəqə qardaşım, günahlara kəffarədir. İnsan təmizdir. Həmçinin Rəbbin qəzəbini söndürər. Sədəqə vermək Rəbbin qəzəbini söndürər. Allah Taala onun malına bərəkət verər, ruzləndirər, əvəzini verər. Zəkat hədislərdə də keçir. Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Deyir, gizlində verilən sədəqə Rəbbin qəzəbini söndürər. İbn Qayyim Allah ondan razı olsun. Bu hədisin şərhində gözəl bir fayda gətirir, subhanallah. Təsəkkür hardan nə çıxardacaq? Faydaya bax. Duaların qəbul olunması üçün gizlində verilən sədəqənin əcaib bir təsiri var, qardaşlar. İbn Qayyim deyir ki, o hədisi deyir. Deyir, duanın qəbul olunması üçün. Gətir bəzi məsələlər, gətir duaların qəbul olunması üçün. Deyir, bu cür dua geri çevrilməz. Və gətir hansı dua? Şərtləri gətir. Belə eləsən, belə eləsən, belə eləsən, sənin duan geri çevrilməyəcək. O səbəblərdən biri, o şərtlərdən biri. Gizlində verilən sədəqə. Niyə? Hədisə deyir ki, gizlində verilən sədəqə Rəbbin qəzəbini söndürür. Deməli, Allah Taala sənə qəzəblənməsə üzeyir. Deməli, səndən razı qalacaq, düzdürmü? Səndən razı qalsa dualarına cavab verəcək. Subhanallah, faydaya bax. Deməli, kim Allahın razı salarsa, Allah Taala onun duasını icabət eləyəcək. Və gizlində verilən sədəqə də Rəbbin qəzəbini, Allahın qəzəbini söndürər və beləcə dualarına icabət olunar. Həmçinin dediyim kimi malın əvəzi verilər. Biləsən, sən xərclə, Allah xərcləyəcək. Vallahi xərcləyəcək. Sən xərclə ki, sənə xərclənəsin, hədisdə keçir. Həmçinin biləsən, kim xərcləməsə, sıxıb saxlasa, yəni qorxulu ki, onun malı və özü tələf olsun. Bizə hədisdə keçir. Deyir, hər səhər deyir, 2 mələk səmadan inib 2 mələk dua edir, nə deyərlər? Allahım, sənin yolunda xərcləyən üçün əvəzin ver, sıxıb saxlayanı isə tələf elə. Hədisin şərhində deyirlər ki, tələf elə, ya malını tələf elə, ya özünü tələf elə. Onun insan qorxmalıdır, sıxıb saxlamaq lazım deyil. Allah üçün xərcləmək lazım. Nəyin var xərclə? Şərtdir, hamısını xərcləyəsən. Hər bir halda malından qardaşım sədəqə çıxsın və sədəqə də necə hədsə keçir, maldan heç bir şeyi azaltmaz. Yəqin ol, əmin ol. Dem azalacaq. Desən azalacaq. Yəni bir faydasını əldə eləməyəsən. Amma yəqin olaraq bilsən ki, vallahi mən verdiyim sədəqənin mənə ziyanı yoxdur. Əksinə xeyir bərəkət gələcək. Doğrudan da xeyir bərəkət gələcək. Və ruzlənməyin də ən böyük səbəblərindən biri elə bax sədəqə çıxartmaq. Çıxart görəcəksən, onun həyatında təcrübədən keçir. Lakin səmimi şəkildə ixlaslı və əmin olduğun bir hal.